4 may 2025-ci il bir vacib xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa kanalımıza abunə olun bu üstəgəl işarəsini vurmaqla. 2030-cu ilə qədər icrası nəzərdə tutulmuş geniş miqyaslı layihəyə əsasən müasir avadanlıqlarla təchiz olunmuş dönmə kamerası metronun İçəri şəhər stansiyasının arxasında tikiləcək. Bu həm Bənövşəyi, həm də yaşıl xəttdə qatarların hərəkət intervalını azaltmağa imkan verəcək. Demək, dəyərli izləyicilər, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri deyib ki, hazırda minimum interval 4 dəqiqədirsə, gələcəkdə bu müddət Bənövşəyi xəttdə 1 dəqiqəyə, yaşıl xəttdə isə 2 dəqiqə 30 saniyəyə inəcək. Onun sözlərinə görə, xətlərin ayrılması üçün Dərnəgül ərazisində yeni elektrik depo tikiləcək. Bu, metropolitenin fəaliyyətini daha səmərəli təşkil etmək baxımından vacib layihələrdən biridir. Depo istifadəyə verildikdən sonra tunellərin tikintisinə başlanılacaq. Sözü gedən mərhələyə qədər Nizami və Cəfər Cabbarlı stansiyalarının yaxınlığında 2 yeni elektrik yarımstansiyası inşa olunacaq. Eyni zamanda mövcud enerji infrastrukturunun optimallaşdırılması da nəzərdə tutulur. 300 yeni vaqonun alınması istiqamətində hazırda texniki və iqtisadi parametrlər üzrə beynəlxalq qiymətləndirmə və danışıqlar aparılır. Seçim prosesi yekunlaşdıqdan sonra istehsal mərhələsinə start veriləcək. Ümumilikdə bu layihələrin həyata keçirilməsi nəticəsində il ərzində əlavə 88 milyon sərnişinin daşınması mümkün olacaq.